Az önce gördüm burada bizim değerli ağböceklerimiz öz güzel bağları için güzel təbriklər yönləndirdilər, var olsunlar. Ve değerli bir ansamblımız var. Şah instrumental ansambl, maşallah adımızdan belli. Elə şah kimi də əsərləri yaradırlar, var olsunlar. Hər birisinə təşəkkür edirik. Səs rejissorumuz var olsun, çox sağ olun, təşəkkür edirəm. Onu da deyim ki, hər cür səslənmə, bax belə hər toylarda belə olmur. Elə öncədən səs rejissoruna təşəkkür edirəm. Və belə bir gözəl günləri lenta alan, yaddaşlara keçirən Şah studiyasına teşekkür ederim. Operatorlarımız var olsun. Burada bizim fotoğraflarımız da var. Yadınızdan çıxmasın. Kim istəsə bu gözəl, özel günləri yaddaşlar xatirələrdə keçirə bilərlər. Mənə Ağay Özən gəlgəndə ki, bugün möhtəşəm bir gün yaşanacaq. Özü Şah Sarayda mənim ən dəyərli dostumun, evladının toy günüdür. Odur ki, doğru və düzgün seçim ediblər. Ekranlarda düzdür, o da onun öz tənbəli üzbatından baş verir hər birisi. Toylar Kralı yarışmasında layiqincə yer tutan bəstəkar mahnılarını, xalq mahnılarını, muğamlarımızı layiqincə məhz elə bizim qonaqlarımıza çatdıran Müşfiq Ağayev bugün sizinlədir və eyni zamanda onun tərəf müqabili, bax burada hazırda, onu da sən təqdim elədir. Bəli, özü gözəl, səsi gözəl, illərin dostu, yəni sözün əsl mənasında. Tam səmimi qəbul edir, mən illərin dostu, gözəl müğənni, gözəl insan, Vəfa xanım Nurəddin qızı. Teşekkür ederim, çok sağ ol. Ve bizim bir musiqili qonağımız da var, az sonra ona da keçid alacaq inşallah. Bu əsərlərimizin Bəli, şah əsəri olan, bəli, bütün yemək olar ki, yeməklərimizin şah əsəri olan plov görsənmir burada. eləcə də Şah Saray. Bəli, Şah Sarayda elə şahların ayıb olan plovumuz zalımıza daxil olur.